Çoxumuz səhər idmanı etməyə tənbəllik edirik, amma onun sağlamlıq üçün necə böyük faydalı olduğunu nəzərə almırıq. Səhər idmandan sonra isə düzgün qidalanmaq əsl sağlamlıq formuludur. Səhər idmanının faydası və edilmə qaydası haqda, eləcə də sağlam səhər yeməyi barəsində sıradakı sujetdə daha ətraflı məlumat verəcəyik. İnanırıq ki, bu sujetdən sonra çoxumuz səhərlər idmanla məşğul olmağa və sağlam səhər yeməyinə xüsusi önəm verməyə başlayacağıq. Səhər tezdən qaçışla məşğul olmağın və ümumiyyətlə idman etməyin faydası hələ məktəb vaxtlarından öyrənmişik. Alimlər sübut ediblər ki, səhər tezdən yerimə və qaçış beynin fəaliyyətlərini stimullaşdırır. Səhərlər qaçmağa üstünlük verən insanlar müxtəlif çətinliklərin öhdəsindən asanlıqla gəlir və düzgün qərar verə bilirlər. Bundan əlavə qaçış və gəzintilər fikirlərin toplanmasına da kömək edir. Səhər idmanı təkcə qaçışdan ibarət deyil, burada müxtəlif hərəkətlər də var. Salam Rauf müəllim, xoş gördük sizi. Salam. Rauf müəllim, zəhmət olmasa səhər idmanının faydası haqqında tamaşaçılarımıza ətraflı məlumat verərdiniz. Səhər idmanı fərqi yoxdur, qız oğlan vacibdir. Necə bir səhər duranda yemək haqqında fikirləşirsə, idman vacibdir bizə. Hələ Sovetin vaxtında mənim yadıma gəlir ki, biz hər səhər radioda birinci idman gedirdi, müəssisələrə gedirdi, idman, məktəbdə idman. Səhər idmanı ona görə vacibdir ki, birinci yuxudan oyanmağa köməklik edir, qan damar sistemi genişlənir. Bu, əgər idman eləmirsənsə, bir evdən çıxanda mütləq yorğun olursan. Ona görə də səhər idmanı vacibdir. Mən onu bilirəm ki, əgər səhər idmanı eləməsən, yəqin ki, mənə elə gəlir ki, işlərin o gün alınmaz. İstəyir dərsə gedən olsun, istəyir işə gedən olsun. Ona görə mən hamıya tövsiyə edirəm ki, səhər mütləq idmanla məşğul olsunlar. Rauf müəllim, səhər idmanı əsasən hansı saatlarda edilməlidir və neçə dəqiqə davam etməlidir? Səhər idmanı əsasən mən belə fikirləşirəm ki, mən uşaqları istəyər məşqdə, istəyər evdə hamısına məsləhət bilirəm ki, saat 7-dən dursunlar. 7-də durdular, 15-20 dəqiqə mütləq eləmək lazımdır. Bunu eləyəndən sonra, idmanla eləyəndən sonra geçsinlər, yuyunsunlar, sonra yemək, bu vacib məsələ 20 dəqiqə heç olmasa lazımdır səhər idmanı. Səhər idmanı təkcə qaçışdan ibarət deyil. Tamaşaçılarımıza qaçışla da yanaşı digər idman hərəkətlərinin faydasından və edilmə qaydasından danışardınız. Düzdür, əsas o qaçışdan ibarət deyil. Orada səhər duranda elə insan var ki, onların heç qaçmağa yeri yox, şəraiti yox. Ona görə birinci səhər durdum, bel hərəkətləri eləmək lazımdır, boyun hərəkətləri lazımdır, qol hərəkətləri eləmək lazımdır, ayaq hərəkətləri eləmək lazımdır, bədəni qızışdırmaq lazımdır. Rauf müəllim, idmandan öncə və sonra yemək və maye qəbulu necə olmalıdır? Mən belə məsləhət eləyərdim ki, hamıya da idmana başlamamışdan qabaq səhər aç qarnına heç bir yarım stəkan qaynamış su içmək lazımdır. Yarım stəkan qaynamış su içdi, idman elədi. İdmandan sonra hamısından yaxşı bu ağartı yeməklərə fikir verilsin səhər. Ağır yeməklər lazımdır. Ağartı yəni ki, orada süddür, xamadır, belə bir şey, yağdır, pendirdir. Yoxsa orada xörəkləri qoyurlar səhər qabaqlarına, özlərinə elə güc verirlər ki, onunla da gedirlər səhər hərəkət edə bilmirlər. Həm də sonra deyirlər ki, biz niyə kökəlirik? Günorta da günorta yeməyində də məsləhət eləyərdim ki, mütləq sulu xörək yemək lazımdır. Mütləq sulu xörək yemək lazımdır. Axşamdakı çox deməzdim ki, heç olmasa lap 6-8 arası, 8-dən daha o tərəfi mən istəməzdim ki, kimsə otursun, yaxşı yemək yesin, sonra da yata bilməsin. Yatanda da onlar o qədər yeyirlər ki, sonra deyirlər ki, yata bilmirik. Yayda yemək olmur çox. Ona görə də məsləhət eləyərdim ki, 6-8 arası axşam yemək yesinlər. Orada da yəni deməzdim ki, çox. Sulu xörək nə qədər çox olsa o qədər yaxşıdır. Çox sağ olun Rauf müəllim, ətraflı məlumatınıza görə. Siz də sağ olun. Beləliklə, əziz tamaşaçılarımız, Rauf müəllim səhər idmanın nə qədər faydalı olmasından danışdı. İdmanla məşğul olmağı hələ sabahdan başlayaq. Səhər idmanı ilə məşğul olduqdan sonra enerjili qidaya ehtiyac yaranır. Səhər yeməyinə imtina etməyin səhhətə mənfi təsirinin olduğunu çoxumuz bilirik. Amma buna baxmayaraq, əksər hallarda da yeməkdən imtina edirik, ya da yüngül qidalarla kifayətlənirik. Bəs düzgün və faydalı səhər yeməyi nələrdən ibarət olmalıdır? İnsanın gündəlik həyatını, işini, fəaliyyətini davam etdirməkdən ötürü lazım olan
atributlardan biri də qidadır, yeməkdir. Biz yeməklər bizim enerji qaynağımızdır. Unutmamaq lazımdır ki, biz yediklərimizdən ibarətik. Bütün hallarda çalışmaq lazımdır, qidalanma təbii və səmərəli olsun, müəyyən rejimlərlə olsun. İnsan qidasını əsasən bir neçə ana ünsürə bölünür. Bunlar karbohidratlar, zülallar, yağlar, vitaminlər, minerallar və ən əsası sudur. Qidalanmada ən üstün önəm verdiyimiz məsələlərdən biri maye qəbuludur. Yəni, xüsusən səhər yeməyi, səhər yuxudan duran kimi məsləhətli su içmək. Çünki insan bədəninin uşaqlara daha çox, orta yaşlı insanlarda 60% sudan ibarətdir. 60-70% bədənimiz sudur. İnsan bədənində daxili endogen su yaranma ehtimalı 200 milliyə qədərdir. Yəni, bir stakan suya qədərdir. 2 litrəyə qədər insan su almalıdır. Yəni, gündəlik həyatımızı davam etdirmək üçün suya çox böyük tələbatımız var. Yerimizdən duran kimi mütləq təmiz su içilməlidir. İkinci məsələ, xüsusən cavan yaşlı nəsil ağartı məhsullarına, kalsiumla zəngin bəslənməlidir. Ağartı məhsullarına süd məmulatları, pendir çeşidləri, süd, yumurta, bunlar səhər yeməyi üçün çox vacib qidalardır. Yumurta heç bir qatkısı, konservatı olmayan, qarışıq olmayan bir qidadır. Yumurtanın qəbulunu çox tövsiyə edirəm, xüsusən uşaqlar üçün çox əhəmiyyətlidir. Bizim əhalimiz üçün çox populyar olan bir qida var, şirin çay, şirin qidalar. Bunlar müəyyən qədər, xüsusən uşaqların daha çox sevdiyi bir qidadır. Bunun tərkibində olan şəkər insanda müəyyən qədər tutum yaratdığı üçün, müəyyən qədər iştahına şirin çay qəbul edən insanda müəyyən qədər aclıq hissi olmur. Amma eyni zamanda bədənə lazım olacaq minerallar, vitaminlər, mənbəyi olan yumurtanı, proteinləri, ağartı məhsullarını qəbul etmir, onun əvəzinə şirin çay yeyir. Yəni, şirin çayı qəbul edən zaman müəyyən qədər aclıq hissi olmur və deyək, zülalı qidalara, xüsusən ət xörəklərini yemək ehtiyacı olmur. Yəni, xüsusən şirin çayı, şirin qidaları, konfetləri qəbul edən insanlarda müəyyən qədər kariyesə meyillik olur. Diş müəyyən qədər problemləri ola bilər. Ona görə o qədər də önərilən, məsləhət görülən bir qida deyil. Bunun əvəzinə daha çox ağartı məhsulları, bal xüsusən istifadə olunmağa məsləhətdir, bəhməz məsləhətdir, xurma məsləhətdir, səhər-səhər yeməkdə yumurta mütləq, hər gün heç bir qarışığı yoxdur. Bir yumurta yeyilməyini məsləhət görürəm mən xüsusən gənc nəslə. Sonra, yəni, ət xörəkləri də yeyilə bilər, ancaq çox qızardılmış, qarışıq qidalar olmaz. Qarışıq, şirin və turş qidaları eyni zamanda qarışdırmaq olmaz. Yemək tələsik olunmalıdır, rahat səhər yeməyi yeyilməlidir, mütləq səhər yeməyi çox vacibdir. Çünki yuxudan duran orqanizmə enerji qaynağı olaraq qida maddələri lazımdır. Tələsmədən, yavaş çeynənilərək həzm olunmaq məsləhətdir. İnsan gün ərzində bir neçə dəfə qidalanmalıdır. Günorta və axşam səhər yeməyə daxil olmaqla ana yeməklərdir və bir də ara yeməklərdir. Mineralların, vitaminlərin əsas mənbəyi olan meyvə tərəvəzdən, tərəvəz məhsullarına çox istifadə olunmalıdır. Səhər-səhər duzlu, xüsusən xörək konservləşdirilmiş qidaların qəbulunu məsləhət görmürəm. Duz müəyyən qədər susuzluq hissini artırır. Özü də xüsusən müəyyən qrup insanlar var ki, səhər yeməyi, ümumiyyətcə qidalanma insandan insana, yaşa, cinsə, uşaqdan böyüyə, deyək, hamiləlik və s. xəstəlikləri olan insanlara bağlı olaraq insandan insana dəyişir. Yəni, insandan insana dəyişdiyi üçün hər bir kəsin, xüsusən xəstələr üçün biz fərdi qidalanma menyusu və pəhriz tərtib edirik. Amma ümumi gənc nəslə, sağlam bir nəslə mütləq yeməkdə yuxudan duran kimi maye qəbulu məsləhətdir. Sutka ərzində maye qəbulu 2 litrə yaxın olmalıdır. Ümumiyyətlə, ağartı məhsullarına, yumurtadan çox istifadə olunmağı məsləhətdir. Ət xörəkləri sutka ərzində qəbul oluna bilər, ancaq bu çox ədviyyatlarla olunmalıdır. Konservləşdirilmiş qidalardan, konservatlardan qaçmaq lazımdır. Kalbasa, səlsikə məmulatları xüsusən səhər-səhər o qədər məsləhət görülməyən bir şeydir. Konservatlar tərkibində olduğu üçün normal şəkildə səhər yeməyi yeyilməyini məsləhət görürəm. Yenə deyirəm, biz yediklərimizdən ibarətik. Qidalanma çox vacib bir məsələdir. Yəni, bir çox xəstəliklərin səbəbi bizim qeyri-sağlam həyat tərzidir və qeyri-düzgün qidalanmamıza bağlıdır. Ona görə bir çox xəstəliklərdə qidalanma çox önəm daşıyır. Xüsusən həyatda şəkərli diabet qədər sıx bağlı olan ikinci bir xəstəlik yoxdur. Diabetli xəstələrə xüsusən bu diqqətlərini çəkmək istəyirəm. Səhər yeməyini vaxtında etmək lazımdır, erkən oyanmaq lazımdır, səhər idmanı mütləq olunmalıdır. Bunlar hamısı səmərəli qida rejimi, sağlam həyat tərzi, fiziki deməli, gimnastika orqanizm sağlam qalmağına müəyyən qədər təminat verir.